İmam-ı Safuri Nüzhətül Məcalis kitabında belə xəbər verir ki, Nuh əleyhissalam tufandan azad olduqdan sonra, ki həmin gün Aşura günü idi, Nuh əleyhissalam 7 dənli bitkini bir-birinə qataraq bir yemək bişirir və onu gəmdə olan və tufandan azad olan öz əshabına ikram etmiş olur. Bizim xalqın arasında buna hədik deyirlər. Və xalqın arasında da gözəl adətlərdən birisidir. Həm Nuh əleyhissalamın tufandan azad olmasını xatırlayıb, həm də eyni zamanda ən azından İmam Hüseyin ehsanı düşüncəsi ilə Aşura günündə hədik bişirib. Çünki çox rahatlıqla əmələ gələn, ağır bir xərc də tələb eləməyən bir bişintidir. Bunu bişirərək ailəmizə və ətrafımızdakı insanlarla bunu bölüşməkdə fayda vardır. Ən azından az da olsa bundan mükafatlanarıq. İmam Səccad rəhmətullah aleyh həzrətləri Kərbəla vaqiəsindən sonra Kərbəlaya gələndə bir nəfər gəlir onun yanına, deyir ki, mən Kərbəla vaqiəsində iştirak eləməmişəm, ya imam, mən qətiyyən ora getməmişəm. Amma mən dəvələr, atlar kirəyə verənəm, Ubeydullah İbn Ziyad məndən sadəcə olaraq atlar kirəyə aldı. Mən də puluma xatir vermişəm, qalan mən orada iştirak etməmişəm. Bu Kərbəla vaqiəsinin, müsibətinin mənə də bir toxunacağı varmı? Bu günahdan mənə də bir pay varmı? İmam Cəfər sadır ki, bəli, sən də yanacaqsan. İmam Səccad buyurur ki, bəli, sən də yanacaqsan. Demək ki, bir adam imamın müsibətində az belə iştirak etsə, ona böyük bir müsibət, ələm toxunacağı kimi az belə olsa, kədərlənsə, bir hədik belə olaraq bişirib, o vaqiəyə öz münasibətini bilir, ehsanat olaraq ətrafındakı insanlarla bölüşmüş olsa, inşallah ki, Allah-u Teala bu səyi, bu cəhdi mükafatsız qoymaz. Allah-u Teala imamların və xüsusən Kərbəla şəhidlərinin şəfaətinə bizləri nail eləsin. Amin. Rabbal aləm.